Nə vaxt tərpənirsən? Bu sualı süni intellektdən soruşacağıq. Bugün bildiyiniz kimi sevgililər günüdür və hər kəs sosial mediada, real həyatda öz sevgisini etiraf edir. Mən isə bu sevgi etiraflarını izləyənlər sırasındayam. Ağlamayacağım. Ağlamayacağım. Və istəyirəm ki, sizdən mənə çoxdandır verilən bir suala birlikdə cavab tapaq. Nə vaxt tərpənirsən? Bu sualı süni intellektdən soruşacağıq. Deyirəm ki, görəsən süni intellekti dünyada bizim kimi bu formada istifadə edən başqa insanlar varmı? Yox canım, heç olar mı? Mənim nə vaxt sevgilim olacaq. Hazırki enerjimi göstərir. Bu çox gözəl kartdır. Yəni sevgi, yeni emosional başlanğıc, ürəyin açılması deməkdir. Bu kart konkret olaraq romantik birinin sənə doğru gəlməsi deməkdir. Adətən sakit, nəzakətli, hisslərini göstərən, ciddi münasibət istəyən biri. Beyaz atlı prens. Yox ya. Ən maraqlısı, bu kart hərəkət və yaxın zaman simvoludur. Uzun illər sonra yox. Adətən 6-12 ay içində yeni münasibət deməkdir. Hətta daha tez də ola bilər. Xarici görünüşü necə olacaq? Deyir ki, onun enerjisi həqiqətən güclü, yerə basan kişidir. Orta və ya uzun boylu, bədən quruluşu möhkəm, arısı zərif yox. 400 qramlıq kişi istəmirəm. Boy, buxun, light var. Şah boyda kişi. Çinləri geniş, sakit, ağır hərəkətlər, kişilik aurası güclü. Bu kimdir? Yəni baby face və ya çox incə oğlan tipi yox, daha çox yetkin, kişi kimi görünən kişi. Harda və necə tanış olacağıq? Bu kart çox iş, öyrənmə, layihə enerjisidir. İş mühiti, kurs, təlim, seminar, universitet və ya öyrənmə yeri, birgə layihə və komanda işi, professional mühit. Başqa nə soruşum? Harda işləyəcək? Məsələn, nə işləyəcək? Biznes, sahibkarlıq, maliyyə, bank, mühasibat, logistika, əməliyyatlar, idarə etmə, tikinti, daşınmaz əmlak, bir şey qalmadı. Korporativ şirkət rəhbərliyi, menecer və ya rəhbər vəzifə. Yaradıcı, freelancer, bloger, artist enerjisi yoxdur. Başqasının sözünə baxan tip deyil, sözə keçən tipdir. Oy. O zaman siz hepiniz Eşref Tek. Bu videonu əyləncə xarakterli çəkirəm. Bu demək deyil ki, burada deyilənlər doğrudur və s. siz də bunu etməlisiniz. Sadəcə gülək, əylənək deyə çəkdim. Allah'ım lütfen benim dualarımı kabul et. Videonun bu hissəsinə qədər baxmısınızsa, elə indi bəyənin və məni izləməyə başlayın. Hələlik.